Sülhü şərtləndirəcək ortada heç nə görmürəm. Bax, keçən verilişdə də dediyim bu barədə bu mövzuda sizinlə danışanda indi də deyirəm. Siz görürsünüzmü, Ukrayna rahatlıqla, asanlıqla öz torpaqlarından imtina edəcəkmi? Dayanmır. Bəli. Və yaxud da ki, Rusiya bu qədər itkilərlə Zaporojye və Xersondan imtina edəcəkmi? İmtina edəcəkmi? Yəni öz iddialarından geri çəkiləcəkmi, geri duracaqmı? Ona görə bir daha qayıdıram fikirlərimin əvvəlinə ki, bu müharibəni durduracaq, sülhü bərqərar edəcək şərtlər yoxdur ortada. Yəni ona əsaslandıracaq şərtlər heç nə yoxdur ortada. Ona görə bunlar olmadığı halda təbii ki, bütün bu danışıqlar hamısı belə deyək də, danışıq xatirinə olan danışıqlar. Bütün bunlar aksiyomadır. Bunlar hamısı belə sadəcə olaraq bizim eldə bir yaxşı deyirlər, çax-çax deyirlər, baş aparır, dəyirman da düşündədir. Yəni bu danışıqlar, sözlər, söhbətlər, görüşlər, nə bilim, müzakirələr, bunlar hamısı öz axarı ilə gedir, ancaq müharibədə öz işindədir.